Ya Allah, salam aleykum dəyərli izləyicilər. Hər vaxtınız xeyir olsun inşallah. Bu gündən Saray qəsəbəsində Nazım Marketin düz arxasında, düz qapının ağzına bir 10-15 metrə qalmış kimi asfaltdır da. Yəni Nazım Marketin arasında dəyərli izləyicilər, tərtəmiz 1 kilometr məsafə var. Asfaltdan düz qapıya kimi. İndi sizə nə deyirəm? Ev sahibi bu evin satışını çəkməyə icazə vermirdi. Ki, vahid, bir dənə müştəri varsa gətirim onu belə də sataq. Mən də yəni 2-3 gün belə danışığımız oldu. Hətta bir neçə dənə müştəri də gətirdim, baxdılar. Dəyərli izləyicilər, 2 nömrəli məktəbə marşrut keçir qapının ağzından. Bax, buradan uşağı tutdu, düz məktəbə düşsün. 2 nömrəli məktəbə yaxın. 2 sotun içində 8 daş kürsülü, sonra monolit beton. Evin altı təmiz doldurulub, beton tökülüb. Burada padvalı hissəsi var. Bax, dəyərli izləyicilər, Saray qəsəbəsində bu qiymətə ev yoxdur. Bu qiymətə yoxdur Saray qəsəbəsində ev. Təcili satılır, bax, dəyərli izləyicilər. Bax, bunu belə açırsan, nərdivanın altında bax, balon banka yığmaq üçün yeri var. Qalan evin altı diri monolit betondur da, monolit beton, dəyərli izləyicilər. Nəysə, bunu sonra bağlayalım. Bu beton görürsünüz, bax, bu betondan diri evin altı betondur. İstipol, yavra. Dəyərli izləyicilər. Bunu əldən qaçırdan sarayda ev axtarmasın. Çıxarışı kənd təsərrüfatı təyinatlıdır. Qaxdıra qardaşım. Baxın, dəyərli izləyicilər. Bura mətbəxdən deyir, cam balkon yığdıracaqdım. Bax, belə bir dənə şey. Buranı da bir dənə stipol eləyəcəkdim. Buranı eləməmişəm. Bax, kuxladan da birbaşa dəyərli izləyicilər. Bax, buradan birbaşa mətbəxə. Elə keçib, buradan girəcəm içəri. Gəl bura. Gələcəklər. Sizə bir dənə tam fərqli giriş eləyirəm. Bax, mətbəxə girirəm buradan birbaşa. İndi sən təsəvvür elə də, bu qapının çölü düzəlir, dəyərli izləyicilər. Balkon. Buradan girdim mətbəxə. Bir dənə mebelləri çək. Membrandır, dəyərli izləyicilər. Mebel işindən başı çıxan bilir. 4000 manat bu mətbəxə təkcə pul qoyub. 4000. Dəyərli izləyicilər. Evin özü də gemboldur ya. 120 kvadratdır. Keç bir dənə koridorun başına. Zəhmət olmasa keç ora. Dəyərli izləyicilər, bax, evimizin koridoru 2 metr 30 sant koridorun enidir. 120 kvadrat ümumi kvadratıdır. Evimiz stipoldur, mərkəzi kanalizasiya sistemi. Hər bir şey mümkündür. Bu kondisioner işləy vəziyyətdə hal-hazırda kondisioner də qalır evin içində. Kombisi var, hər bir şey mövcudda. Gir, yaşa, gəl bura qardaşım. Gəl bura. Dəyərli izləyicilər, bir də evimizin qonaq otağına baxın. Genişliyə bax qonaq otağında. Qonaq otağı deyil, elə bir ki, restorandır. Bax, dəyərli izləyicilər. Elə bir oturmuşsan bir dənə restoranda, ləzzətli. Bura 4 metr, 80 saat, 4-80. Zalın enidir, 6 metrdə uzunluğu. Zor da, hə, dəyərli izləyicilər. Super. Bunu əldən qaçırdan Saray qəsəbəsində ev axtarmasın. Bax, dəyərli izləyicilər, Nazım Marketin asfaltı ilə düz gəlirsən qapının ağzına kimi. Super. 120 kvadrat, dəyərli izləyicilər. İdeal evdir də, yəni. Burada spalya yataq otağıdır, çox böyüdür. Deyəsən, indi qiymətidir. Deyirəm qiyməti də, dəyərli izləyicilər. Evin qiyməti 69.000 manat endirimi də var. Real alıcıya endirim də var. Bax, real bir dənə adam gəlsin, desin ki, Vahid, mən bu yeri alıram, qiymətdə razlaşaq. Bax, bu mənim qara gözüm üstə. Sən gəl razlaşar da. Bax, qardaş, eşidirsən, deyirlər detisk otaq, yəni bu boyda detisk otaq olmur da. Burada detisk söhbəti yoxdur, uşaq otağıdır, çox böyüdür. Fikri ciddi, real adam olsa, dəyərli izləyicilər, bax, kondisioner evin içində qalır. Təcili satılır, ha. Kondisioner qalır. Kombisi öz yerində. Mətbəx mebeli heç bir aldığımız evin üstündə 4000 manatlıq deyərəm ki, baxdığımız evlərin üstündə yoxdur. Ciddi fikri, seriozlu olan əlaqə saxlasın. Kanalımıza abunə olun, bəyənməyi də unutmayın.